Deməli, Bağalı kəndində kafelerin arxasında kafeleri elektrik enerjisi ilə təmin edən xəttdir. Azərişıq. Sabahlarım kimisə burada tok vurub öldürsə, onun cavabını və cavabdehliyini kim verəcək? Hamısı açıq yerdə bu xətt hara gedir? Su nasosxanaya yəqin ki. Bu da ki, şit qoyulub, bax, yerlər. Nə qədər güclü və möhkəm şey olsa da, günəş onu bir müddətdən sonra məhv eləyir, çürüdür. Sabah bunların üstünün toku açılsa, yağış yağsa, bax, bu şitin heç qapısı da yoxdur. Burada da fikir verirsiniz. Əhmədi, Məmmədi, Həsəni, İvanı tok vurub öldürsə, bunun cavabını kim verəcək? Kim verəcək? Bax, görsən, artıq bunlar zədələnib. Zədələnib sıradan çıxıb. Bax, budur. Kleyli izolentdir. Bir müddətdən sonra bunların hamısı əriyib gedir. Hamısının üstü açıq. Gedir buradakı kafelərə. Bu da üzü belə. Bax, fikir ver. Hörmətli Azərişıq. Zəngilan rayon Ağalı kəndi. Bunu kim cavab verməlidir? Sabah bir insanı tok vurub öldürsə, həmin ölən adamı Azərişıq dirildəcək, yoxsa yox?